Söz verilir, Beynəlxalq Elm və Mədəniyyət Mərkəzin Gənclər Təşkilatının sədri, dövlət qulluqçusu, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2-ci ali təhsil alan 4-cü kurs tələbəsi Ülvi Bəşərə. Məruzəsi Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ilə iqtisadi, siyasi və beynəlxalq münasibətləri. Buyurun. Əziz həmvətənlər, dəyərli cənab sədrimiz, BMM-in kollektivi və konferans iştirakçıları. Bugün burada toplaşmaq səbəbimiz BMM-in 6 illik yubileyi ilə əlaqədardır. İlk öncə hər birinizi başda sədrimiz olmaqla bu yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. BMM bu 6 il ərzində sadəcə bir ad deyil, həm də elmə, mənəviyyata, inama və imana bağlı bir brendə və trendə çevrilmişdir. Keçdiyimiz və qazandığımız nailiyyətlər təbii ki, təsadüfi deyil. Bu nailiyyətlərin hər birinin təməlində cənab sədrimiz Hacı Xaliq Bəşərin prinsipiallığı, yuxusuz gecələri, imanı və şəxsi vəsaiti hesabına xərclədiyi maddi vəsaitdən asılıdır. Son 6 ildə BMM-in 20 konferansı və 65 iclasında, ha belə xaricə səfərlərə 165 min manatdan çox vəsait xərclənmişdir. Bir daha qeyd edim ki, bunun hər biri təbii ki, Hacı Xaliq Bəşərin şəxsi vəsaiti hesabınadır. Bu da 100 min ABŞ dollarına yaxın pul edir. Cənab sədr, siz təkcə BMM-in sədri, bizim üçün BMM-in sədri yox, həm də bizə yol göstərən bir lider, motivasiya nümunəsiniz. Atdığınız hər bir addım, bizə bildirdiyiniz hər bir fikir, həm bizim üçün, həm də BMM üçün, BMM-in gələcəyi üçün bir təməl daşıdır. Bir daha başda sədrimiz olmaqla BMM-də də əməyi keçən hər bir şəxsə xüsusi təşəkkürümü bildirirəm. İndi isə icazənizlə mən Azərbaycanın ABŞ, Avropa ölkələri və Kanadada iqtisadi, siyasi və beynəlxalq münasibətləri haqqında məruzəmi sizlərə təqdim etmək istəyirəm. Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlər 1992-ci ildən qurulmuşdur. Bu münasibətlər bu illərdən etibarən bu iki ölkə arasında enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, insan hüquqları istiqamətlərində sıx dialoqlar formalaşmışdır. Xüsusilə enerji təhlükəsizliyini nəzərə alsaq, bu istiqamətdə ABŞ hökuməti Bakı-Tbilisi-Ceyhan əsrin müqaviləsi və gələcək enerji layihələrinə çox köməyini göstərmişdir ölkəmiz üçün. Bu əməkdaşlığın nəticəsində də Azərbaycan beynəlxalq arenada öz gücünü göstərmiş, heç kimdən asılı olmadığını bildirmişdir. Enerji barəsində də öz müstəqilliyini təmin etmişdir. Ticarət sahəsinə gəldikdə isə ABŞ hökuməti, onun şirkətləri Azərbaycanda xüsusilə nəqliyyat və enerji sahəsində öz fəaliyyətini göstərir. 2025-ci ilin avqustunda Vaşinqtonda Prezident cənab İlham Əliyevin, Nikol Paşinyanın və Prezident Donald Trumpın iştirakı ilə sülh müqaviləsi imzalanmışdır. Bu müqavilənin əsası Azərbaycan və Ermənistan arasında sülhün və diplomatik münasibətlərin bərpası üçün təsis olunmuşdur. Bu sənəd Cənubi Qafqazda təxminən 32 il davam edən münaqişəni başa çatdırmaq məqsədi daşıyırdı. Eyni səfər zamanı həm də Azərbaycan və ABŞ-ın strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün memorandum imzalanmışdır. Bu sənəd iki ölkə arasında münasibətləri daha da dərinləşdirmək, qarşılıqlı maraq doğuran sahələrə, enerji, ticarət, texnologiya və təhlükəsizlikdə daha sıx əməkdaşlıq üçün çərçivə yaratmağı nəzərdə tutmuşdur. Bu memorandumun məqsədi Azərbaycanın ABŞ-la münasibətini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq mexanizmini gücləndirməkdir. Ölkəmiz Avropa ilə aşağıdakı formalarda əməkdaşlıq edir. 1. Tərəfdaşlıq və əməkdaşlıq sazişi 1999-cu ildən bu əməkdaşlıq sazişi qüvvədədir. 2. Şərq tərəfdaşlığı proqramı. Azərbaycan bu platformada praqmatizmə əsaslanan əməkdaşlıq aparır. 3. Yeni hərtərəfli saziş üzrə danışıqlar.
Azərbaycanın maraqlarına uyğun yeni hüquqi çərçivə formalaşdırılır. Avropa Azərbaycanı Cənubi Qafqazda strateji tərəfdaş hesab edir, xüsusilə enerji təhlükəsizliyi və regional sabitlik sahələrində əməkdaşlıq mühüm rol oynayır. Böyük Britaniya Azərbaycanın ən yaxın siyasi tərəfdaşlarından biridir. Enerji sahəsində BP şirkəti ilə geniş əməkdaşlıq mövcuddur. Almaniya Azərbaycanın əsas siyasi tərəfdaşlarından biridir. Almaniya enerji təhlükəsizliyi, nəqliyyat və sənaye sahələrində Azərbaycanla sıx əməkdaşlıq edir. Fransa ilə rəsmi münasibətlərimiz olsa da, son zamanlar Fransa Ermənistanla münasibətlərini daha yaxın tutduğu üçün bizim münasibətlərdə gərginlik yaşanır, lakin iqtisadi və mədəni əməkdaşlıq davam edir. İtaliya Azərbaycanın Avropada ən böyük enerji tərəfdaşdır. Azərbaycan qazı TAP boru kəməri vasitəsilə əvvəlcə Yunanistana, sonra isə İtaliyaya çatdırılır. Enerji təhlükəsizliyi Azərbaycanın Avropa münasibətlərinin əsas sütunlarından biridir. Cənub qaz dəhlizi bu layihə Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malikdir və Azərbaycan burada aparıcı rola malikdir. Dəhliz aşağıdakı segmentlərdən ibarətdir. Şahdəniz 2 yatağı, Cənubi Qafqaz boru kəməri, Tanap Türkiyə üzərindən keçən hissə, TAP Albaniya və Yunanistan üzərindən İtaliya uzanan Avropa xətti. Bu layihə Avropanın enerji mənbələrini şaxələndirir və Azərbaycan qitəni əsas enerji mənbəyinə çevirir. Azərbaycan Avropa və Asiyanı birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əsas tranzit ölkələrindən biridir. Əsas layihələr Bakı-Tbilisi-Ceyhan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Zəngəzur dəhlizi konsepsiyası və orta dəhliz. Avropa bu layihəyə böyük dəstək verir, çünki Çin-Avropa yükdaşımaları üçün ən qısa və təhlükəsiz yol Azərbaycandan keçir. Azərbaycan Avropa qurumları ilə təhsil, elmi araşdırmalar, mədəniyyət, gənclərlə bağlı layihələri, idman tədbirləri sahələrində intensiv əməkdaşlıq həyata keçirir. Ən mühüm platformalar Avropa Şurası, UNESCO, Avropa Olimpiya Komitələri və bu kimi proqramlardır. Beləliklə, Azərbaycan, Avropa və Amerika ilə münasibətləri çox şaxəli, tarazlı və strateji xarakter daşıyır. Bu əlaqələr iqtisadi inkişafı gücləndirir, enerji təhlükəsizliyinə töhfə verir, regionda sülh və sabitliyi dəstəkləyir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır, humanitar sahədə əməkdaşlığı genişləndirir. Gələcəkdə Azərbaycanın bu ölkələrlə əməkdaşlığının daha da dərinləşməsi, xüsusilə enerji, yaşıl iqtisadiyyat, nəqliyyat və rəqəmsal inkişaf sahələrində yeni layihələrin reallaşdırılması gözlənilir. Sonda fikirlərimi cənab sədrimiz, hüquq elmlər doktoru, professor, hüquq müdafiəçisi Hacı Xaliq Bəşərin məşhur şüarı ilə bitirmək istəyirəm. Rəhmani siyasət bütün elmlərin tacı və mənəviyyat mənbəyidir. Hər bir şəxsiyyət siyasi gücü, ədalətin siması, hər bir şəxsiyyətin siyasi gücü ilahi ədalətin siması olmalıdır. Əziz həmvətənlər, Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin kollektivi məni səbirlə dinlədiyiniz üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Kimin sualı var məruzəçi Ülvi Bəşərə? Buyurun, mikrofonla Ragim müəllimə mikrofon verin. Maşallah, aktiv fəaliyyətinə görə Ragim müəllim, sənə əysən. Sertifikat elə sənə düşür burada, ən bahalı sertifikat. Təşəkkür edirəm, Ülvi müəllim, çıxışınız da gözəldir. Siz söylədiyiniz bu məruzədə hamısı Allahın bizə bəxş elədiyi resurslardır. Bu Cənab Prezident yaxın günlərdə ölkədə bu hərbi sənayinin ixracı ilə bağlı 1,4 milyon manat ya dollar dedi. Amma bizə lazımdır ki, siz statistik sənədlərin hamısını dediniz. Olmazmı ki, digər iqtisadi istehsal sahələrini biz inkişaf elətdirək? Söylədiyiniz ölkələr bizdən o üzrə müqavilələr, bazar iqtisadiyyatını quraq. Onu necə etmək olar? Sual aydındır. Ragim müəllim Müdafiə Sənaye Nazirliyində işləyir, silah istehsalı ilə. Azərbaycanın bugün silahla təchizat, təminat məsələsi həmin nazirliyə baxır. Sual aydındır. Sual aydındır, çox sağ olun. Yəni 92-ci ildən bu günə qədər Amerikadan və yaxud Avropa ölkələrindən ümumiyyətlə siz bayaq qeyd elədiniz ki, 1,5 milyard dollar ayrılıbdır. Ümumilikdə 18,9 milyard pul ayrılıb, yəni bu işlər üçün.
Bunun 17.5 milyardı, 4 milyardı neft sənayesindədir. Digər 1.5 milyardı siz qeyd etdiniz. Amma sizin dediyiniz fikrə gəldikdə bu, yəni cənab prezidentimizin edə biləcəyi bir şeydir. Mən bu barədə İstəyirik ki, bu Allahın verdiyi resurslar yox, biz özümüz istehsal eləyək. Həmin dövlətlər bizdən maraqlı olsun, bizdən alver, bazar iqtisadiyyatına cəlb eləyək. O neft, qaz, enerji Allahın verdiyi resursdur. Biz digər məhsullar istehsal eləyib, məsələn, hərbi sənayedəki kimi 1,4, 1,5 milyon dolları, o bir inkişaf bürodur. Amma digər iqtisadi sahələrdə də biz bunu istəyirik. Məsələn, kənd təsərrüfatında mı və digər sahələrdə mi? Məsələn, elə o təhsil məhsulu olsun. Təhsil məhsulu deyəndə biz elə nəzərdə tuturuq ki, beyin satmalıyıq. Almaniya kimi, İsrail dövləti kimi. Biz o sahəni inkişaf elətdirmək üçün nə etməliyik? Sual aydındır. Demək istəyir ki, Müdafiə Sənaye Naziri öz intellektual əqli mülkiyyətini satır. Hal-hazırda da 1,5 milyard sizin də göstərdiyiniz rəqəm. İndi kənd təsərrüfat və digər hökumət portfeli daşıyan nazirliklərdə hansı instasional tədbirlər görülməlidir ki, biz o məhsulumuzu dünya bazarına çıxarda bilək. Allah vericisi deyil, neft, qaz, yeraltı sərvətlərdir, bu beytulmaldır, yəni Allahın bu Azərbaycan xalqına verdiyi hədiyyədir. Necə ki 11 iqlim quşağından 9-u və bu qədər də qaz, neft ehtiyatlarımız var. Bu da, mən sizə bir rəqəmdə deyim, bu 10 milyon yarım üçün nəzərdə tutulmayıb. Azərbaycan xalqına 200 milyon nəfər burada yaşasa, o neft, qaz 200 milyon nəfər üçün nəzərdə tutulub. İndi o başqa məsələdir, xalqa nə çatır, o başqa sualdır. Yəni sizə sual aydındır da. Sual aydındır. Buyurun. Yəni biz silah da istehsal edirik, yeri gələndə maşın da istehsal edirik, Cahanın maşınları, Lifan, amma onlar belə hələ ki dünyada o qədər tanınmayıbdır. Ona görə bilirəm, şey keçməyib hələ ki, amma inşallah ki, o qeyd etdiyiniz adamlar öz üzərlərində daha çox çalışarlar, daha çox vəsait ayırlarlar, bunu da dünyada tanınmağa kömək eləyər. Başqa bir şey nə deyir? Başqa sualı olan var Ülvi Bəşərə. Sualı olan. Müəllim, mən sual yox, gəncimizə uğurlu yollar arzulamaq istəyirəm ki, o Buyurun. bu yaşda, bu gənclikdə belə bir konferansda iştirak edir. Mən ancaq bununla fəxr edirəm ki, o burada məruzə eləyə bilir. Məsələ bundadır. Verilən suallara da görürəm cavab verir. Təşəkkür edirəm ona, sağ olsun. Aydındır. Ülvi müəllim, mənim sizə bir sualım var. Azərbaycan dövlət olaraq xaricə təxminən nə qədər investisiya qoyub və nə qədər investisiya cəlb edib? 2020-2025-ci illər. Səhv eləmirəmsə 20 milyarda yaxın. 20 milyarda təkcə Türkiyə qoyub. Ümumilikdə bütün Avropa və Qərb üçün. Azərbaycan dövlət olaraq nə qədər investisiya qoyub və xaricdən nə qədər investisiya cəlb edib? Xaricdən gələn investisiyalar 18.9 milyarddır. Amma tək indi siz qeyd etdiniz xaricə gedən investisiya 20 milyarddır Türkiyə üçün. Təkcə bu yaxınlarda 100 milyon elə Ərəbistanın təhsilinə verdi Azərbaycan dövləti. 7 milyard Pakistana verib. Ümumilikdə nə qədərdir Azərbaycanın xarici ölkələrə qoyduğu investisiya? Ümumilikdə dəqiq rəqəm bilmirəm. Aydın. Başqa sual olan var? Başqa sual olan yoxsa əyləşə bilərsin. Sağ olun.